Salam əziz izləyicilər, dəyərli Oba Marketlər şəbəkəsinin müştəriləri, hər birinizin növbəti bir fürsətdə Qonşum Qazansın lotereyasında xoş gördük. Bugün yenə qazanacaqsınız. Bugün yenə Oba Marketlər şəbəkəsi sizin üçün gözəl bir fürsət yaradıb. Gözəl bir gündür, günəşli bir gündə sizlə görüşürük və bugün də bir neçə şanslı bizdən hədiyyə qazanacaq. Şərtlərimiz isə çox sadə idi. Siz sadəcə ən yaxınlıqda olan Oba Marketlər şəbəkəsinə daxil olurdunuz və minimum 20 manat dəyərində alış-veriş etməliydiniz. Və beləcə siz avtomatik olaraq o lotereyada iştirak etmə şansı qazanacaqydınız. Şərtlərimiz necə idi? Sizə təqdim olunan qəbzi Oba Marketlər şəbəkəsinin mobil tətbiqinə daxil olaraq orada xüsusi bir bölmə var. Onu skan etməklə siz lotereyanın iştirakçısına çevriləcəydiniz. Yox, əgər sizin mobil tətbiqiniz yox idisə, həmin qəbzi web sayta daxil olaraq Qonşum Qazansın bölümünə keçirsiniz və orada qeydiyyatdan keçirməyiniz kifayət idi. Əgər qəbzdəki QR kod oxuna bilmirdisə, fiskal kodu da yazmağınız kifayət idi. Bu mobil tətbiq olmayanlar üçün idi. Mobil tətbiq olanlar üçün isə fürsət çox sadə və asan idi. Siz sadəcə bir daha vurğulayıram ki, mobil tətbiqə daxil olub həmin QR kodu skan etməliydiniz. Hər 20 manatlıq minimum alış-veriş bir şans, növbəti alış-verişlər isə sizin üçün növbəti şans qazandırırdı. Bugünkü lotereyamızda kimlər iştirak edirlər? 1 sentyabr və 20 sentyabr tarixlərində alış-veriş edənlər avtomatik olaraq birinci tirajın iştirakçılarına çevrilirlər və bu lotereya davam eləyir. Yəni bugünlə kifayətlənmirik, bugünlə yekunlaşmayacaq. Bizim ikinci və üçüncü tirajlarımız da var. İkinci tirajımız isə 21 sentyabr, 10 oktyabr tarixlərində alış-veriş edənlər üçün yaradılıb bu fürsət. Növbəti üçüncü tirajımız isə 11 oktyabr, 30 oktyabr tarixlərinə təsadüf edir. Bu vaxt aralığında siz Oba Marketlər şəbəkəsindən minimum 20 manat dəyərində alış-veriş etməklə avtomatik olaraq Qonşum Qazansın lotereyasının iştirakçısına çevrilirsiniz. Bugün nələr qazanacaqsınız? Ümumiyyətlə, bu Qonşum Qazansın lotereyası sizin üçün çox gözəl fürsət yaradılıb. Siz sadəcə gedirsiniz marketə, eviniz üçün lazım olan ərzaqları və yaxud da ki, digər məhsulları alırsınız. Nəticə etibarilə ilə Oba Marketlər şəbəkəsi sizə həm də gözəl hədiyyələr qazanmaq fürsəti yaradır. iPad qazana bilərsiniz, iPhone qazana bilərsiniz. Uydurucu, televizor, paltar yuyan, qab yuyan və daha nələr, yataq dəsti həmçinin var, yumuşaq mebel dəsti də sizi gözləyir. Bugün bu fürsəti dəyərləndirəcəksiniz. Hər bir tirajımızda müxtəlif hədiyyələr sizə təqdim olunur. Mən tək deyiləm, mənlə bərabər bizim dəyərli müsiflər heyətdə buradadır. Mən onları da sizə təqdim etmək istəyirəm. Azərbaycan Respublikasının əməkdar artisti Dilara xanım Əliyeva, xoş gördük sizi. Həmçinin bizim dəyərli jurnalistlərimiz Günay xanım Novruzqızı, Nigar Abbasova, Şəfa Hüseynli və radyo aparıcı Rüfət Nadirli. Xoş gördük hər birinizi. Biz inanırıq ki, sizlə bərabər bugün çox gözəl bir lotereyanın keçiriləcəyindən şahidlik edəcəyik. Mən istəyirəm ki, sizin də fikirlərinizi, ürək sözlərinizi eşidək. Dilara xanım, sizdən başlayacağıq. Buyurun. Xeyirli uğurlu olsun. Təşəkkürümü bildirirəm Oba Marketlər şəbəkəsinə. Çünki müştərilər burada alış-verişlə kifayətlənmir, alış-verişlərin onlara geri dönüşü olur. Nəzərə alsaq ki, qənaətin məkanı olan Oba Marketlər şəbəkəsi müştərilərinə üstəgəl pay-püş də hədiyyə eləyir, bu şansı da qazandırır. Necə deyərlər, uzaq marketdənsə qonşu Oba yaxşıdır. Ən gözəli, çünki Oba da elə hər yerdədir, yanımızdadır. Günay xanım, sizin də fikirlərinizi eşitmək istəyəcəyik, rica edəcəyik, buyurasınız. Səhətimdən bağlı səsimdə bilirsiniz ki, biraz problem var. Bilirəm ki, lotereya keçirmək çox asan iş deyil. Bütün kollektivə uğurlar arzulayıram və müştərilərimizə demək istəyirəm ki, bu fürsəti qaçırmayın. Mütləq alış-veriş eləyin və gözəl hədiyyələr qazanın. Təşəkkür edirik. Nigar xanım, siz bizim izləyicilərimizə, müştərilərimizə nə arzulayırsınız bu gözəl şanslı bir gündə? Mən də hər kəsə, daha doğrusu Oba alıcılarına uğur arzu edirəm. Ümid eləyirəm ki, ən şanslılar bugün qazanar və sağ olsun Oba ki, öz müştərilərinə dəyər verir, onları həm də belə sevindirir, davamlı olsun. Təşəkkür edirik, çox sağ olun ki, bizlə bərabərsiniz. Rüfət bəy, siz nə arzulayırsınız bizim şanslı izləyicilərimizin hər birinə? Təbii ki, şanslar çoxdur və buradan fürsətini istifadə bütün dostlarımızı salamlayırıq. Hər zaman Obamız fərqlənir və Obamız elə yaxın qonşu olduğunu da sübut edir. Biz bunu hər gün radyo vasitəsilə də çatdırırıq ki, Obamıza qaça-qaça gedib ağır-ağır qaydırıq. Həm belə deyək, alış-verişlərimizi çox mükəmməl edirik. Hər zaman kampaniyalar var onsuz da. Sarı etiketlər bizi gözləyir və bundan əlavə də bugün bu gözəl lotereya şansı varsa, bunu da qaçırmayaq. İlk tirajdır, bol-bol uğurlar arzu edirik Obamıza və bütün dostlara. Təşəkkür edirik, çox sağ olun. Şəfaq xanım, sizin də fikirlərinizi eşidək.
Təşəkkür edirəm Oba Marketlər şəbəkəsinə dəvətiniz üçün. Hər birinizə uğurlar arzu edirəm. İnşallah davamlı olar. Biz təşəkkür edirik. Çox sağ olun ki, bu lotereyada da bizlə bərabərsiniz. Qonşumuz qazanacaq. Bəlkə də siz qazanmayacaqsınız bu dəfə. Qonşunuz qazanacaq. Məyus olmayın. Niyə? Çünki bu davam edici bir lotereyadır. Bizim ikinci tirajımız var, üçüncü tirajımız var. Yəni Oba sizin üçün hər cür şərait yaradır, fürsət yaradır. Yetər ki, ən yaxınlıqdakı Oba Marketlər şəbəkəsinə yaxınlaşıb minimum 20 manatlıq dəyərində alış-veriş edəsiniz. Bəzən sual yaranır, deyə bilərsiniz ki, mən hər gün Oba Marketlər şəbəkəsindən alış-veriş edirəm. Bəs mənim şansım varmı? Sizin şansınızın olması üçün bir daha vurğulayıram ki, sizə təqdim olunan minimum 20 manat dəyərində alış-veriş qəbzinin QR kodunu mobil tətbiq vasitəsilə, Oba mobil tətbiq vasitəsilə skan etməyiniz kifayət edir ki, siz şans qazanasınız. Yox, əgər mobil tətbiqiniz yoxdursa, veb-sayta daxil olub, Oba Marketlər şəbəkəsinin veb-saytına daxil olub, qonşum qazansın bölümünə keçirsiniz və orada QR kodu skan edirsiniz. QR kod bəzən ola bilər ki, oxunmasın. Fiskal kodu daxil etməyiniz edim. 18 yaş üzərindən hər kəs bizim şanslılardan birinə çevrilə bilər. Gözəl bir fürsət yaratmışıq sizin üçün. Bir daha təkrarlayım ki, bugün hansı hədiyyələr sizi gözləyir? 2 ədəd boş ət çəkən, 2 ədəd mətbəx robotu Gareni, 1 ədəd paltar yuyan maşın Beko, 1 ədəd qab yuyan maşın Beko, 3 ədəd televizor LG, 1 ədəd soyuducu Beko və 2 ədəd Lena yumuşaq dəstim. Bundan gözəl bir fürsət ola bilər. Siz sadəcə getmişsiniz marketə, alış-veriş eləmişsiniz. Bugün isə Oba Marketlər şəbəkəsi sizin üçün belə bir fürsət yaradır. Biz hər kəsə uğurlar arzulayırıq. Təbii ki, bugünkü lotereyamızda hər kəs qazanmaya bilər, amma əsas odur ki, siz bizlə qaldığınız təqdirdə yenə də qazanmaq şansını, fürsətini əldə etmiş olacaqsınız. Bilirəm, çoxu deyir ki, məncə yetər artıq, başlayaq. Görək kimdir qalib, görək bizim adımız orada çıxacaq, yoxsa yox. Və vurğulayaq ki, qaliblərimizin seçim mərhələsi necə olacaq. Biz sayt vasitəsilə, yəni təsadüf nəticəsində qaliblərimizi sizin gözünüz qarşısında canlı yayımda elan edəcəyik. Hər kəsə uğurlar arzulayırıq və biz Qonşum Qazansın lotereyasının ilk tirajına başlayırıq. Görək kimlər qalib olacaq. Beləliklə diqqət ekrana. İlk olaraq 2 ədəd boş ət çəkən biz təqdim edəcəyik 2 şanslımıza. Hazırda siz görürsünüz burada bizim saytımızda təsadüfən 2 nəfərin adını biz burada canlı olaraq yayımlayacağıq. Görək kim boş ət çəkənini bizdən qazanacaq. Artıq stop deyirik yavaş-yavaş və görək kim qazanır. Təsadüfən proqram vasitəsilə bu prosesi biz həyata keçiririk, müsiflər heyətdə buradadır. Biz hazırda həmin qalibimizin kodunu görürük. İndi həmin kod vasitəsilə qalibimizin ad soyadını biz öyrənəcəyik. Bizim əməkdaşlarımız da buradadır, onları da salamlayırıq, uğurlar arzulayırıq. Çünki böyük bir prosesdir bu, bir lotereyanın həyata keçirilməsi. Ad soyadı Bəhruz Ələkbərov. Oba Marketlər şəbəkəsinin alıcısı Bəhruz Ələkbərov. Sizi təbrik edirik. Siz boş ət çəkən qazandınız. Bax, bundan gözəl fürsət ola bilər. Getmişsiniz, Obadan alış-veriş eləmişsiniz. Bugün isə artıq sizin bir ət çəkəniniz var. Təbrik edirik. Təbii ki, hədiyyələrin əldə olunmasıyla bağlı əməkdaşlarımız da sizinlə əlaqə saxlayacaqlar. Sağlıqla işlədin. Keçirik növbəti boş ət çəkənə. Görək kim qazanacaq. Görək növbəti hədiyyəmiz kimindir? Yenidən ənənəmizə sadiq qalırıq. Gördüyünüz çarx çevrilir avtomatik olaraq elektron versiyada və dayandığı halda isə bir qalibimiz seçilir. Görək kimdir bu şanslı. Biz hazırda yenidən onun kodunu görəcəyik, yəni iştirakçı kodunu və həmin kod üzrə biz onun ad soyadını da indi biləcəyik. Görək kimdir həmin qalibimiz. Ad soyadını elan edəcəyik. Təbrik edirik onu. Bilmirəm bizi izləyir yoxsa yox. Akşin Bağırov. Hardan? Goranboydan Akşin Bağırov. Görürsünüz, Oba Marketlər şəbəkəsi 1700 filialı ilə bütün Azərbaycanı əhatə edir və siz istənilən yerdə rahatlıqla gedib Oba Marketlər şəbəkəsindən alış-veriş edə bilərsiniz. Biz təbrik edirik növbəti şanslımızı. O da bizdən ət çəkən qazandı. Təbrik edirik hədiyyənin əldə olunmasına bağlı bizim əməkdaşlarımız sizdən əlaqə saxlayacaqlar. İndi isə keçirik növbəti hədiyyəmizə. Növbəti hədiyyəmiz isə 2 ədəd mətbəx robotudur Gareni firmasından. Görək kim qazanacaq. Yenidən 2 şanslını bax bu ekran vasitəsilə canlı olaraq elan edəcəyik. Görək kimdir həmin şanslı. Yenidən çarxı, bizim bu elektron çarxımızı hərəkətə gətiririk. Görək kim qazanacaq. Görək kimdir həmin şanslı. Yenidən biz onun kodunu ekranda görürük canlı olaraq. İndi ad soyadını da elan edəcəyik. Görək kimdir həmin şanslı. Bizdən mətbəx robotu Gareni qazanır o.
Təranə xanım Zamanova. Təbrik edirik Təranə xanım. Özünüz özünüzə bax gözəl bir hədiyyə qazandırdınız. Gedib Oba Marketlər şəbəkəsindən alış-veriş etmisiniz və sizə mətbəx robotu Qarenya təqdim olundu. Yenidən biz sizə, əziz izləyicilər, mətbəx robotu Qarenya təqdim edəcəyik. Görək həmin şanslı kimdir? Bizim elektron çarxımız hərəkətdədir. Dayandığı təqdirdə bir qalibimizin kodunu ekranda görürük. Ardından isə ad soyadını mən burada canlı olaraq elan edəcəm. Siz də öz kodlarınız vasitəsilə təbii ki bilə bilərsiniz. Amma ad soyadınızı da buradan elan edirik. Görək kimdir? Bu kod üzrə bizim növbəti müştərimiz mətbəx robotu Qarenya qazanıb bizdən. Səidə Kərimova Ağdamdan qazandı bu hədiyyəni. Təbrik edirik. Biz əminik ki, siz Ağdamdakı Oba Marketlər şəbəkəsinə yaxınlaşmışsınız, alış-veriş etmişsiniz və nəticədə görürsünüz. Biz sizi təbrik edirik. Mətbəx robotu Qarenya qazanmışsınız. Keçirik növbəti hədiyyələrimizə. Hədiyyələrimiz çoxdur, fürsət çoxdur. Yetər ki, siz Oba Marketlər şəbəkəsindən alış-veriş edəsiniz. Minimum 20 manat dəyərində alış-veriş etdiyiniz təqdirdə lotereyamızda iştirak edə bilərsiniz. QR kodu, qəbzdəki QR kodu oxutmağınız kifayət idi. Deyə bilərsiniz ki, biz də bu yaxınlarda alış-veriş etmişik. Bizə aiddirmi yoxsa yox? Mən məlumat üçün bildirim ki, bu dəfəki bizim birinci tirajımızda 1 sentyabr, 20 sentyabr tarixlərində Oba Marketlər şəbəkəsindən alış-veriş edənlər şans qazanırlar. Digər müştərilərimiz də alış-verişlərini davam eləsinlər. Niyə? Çünki bizim ikinci və üçüncü tirajımız var. Birinci tiraj davam eləyir və növbəti hədiyyəmiz bir ədəd paltaryan maşın Beko olacaq. Görək, həmin paltaryan maşını kim qazanır? Elektron çarxımızı yenidən hərəkətə gətiririk. Görək, kimdir həmin şanslı? Hazırda paltaryan maşın Beko oynanılır. Həmin şanslını biz yenidən burada canlı olaraq sizin qarşınızda elan edəcəyik. Kodu ekranda görürük və görək, həmin müştərimiz kimdir? Artıq paltaryan maşın Beko'nun sahibi var. Biz sadəcə buradan onun ad soyadını deyəcəyik. Kodunuzu ekranda gördünüz. Zeynəb Sadıqova. Zeynəb xanım, təbrik edirik sizi. Mən də təbrik edirəm, çox üzr istəyirəm. Bəlkə paltaryan maşını, ümumiyyətlə bayaqdan çox gözəl hədiyyələr olunur. Bəlkə bir qaliblərin sevincini duyaq, bir zəng eləyək. Dilara xanım, biz sizin sözünüzü yerə salarıqmı? Birazdan bir qalibimizlə, çünki bu bir ənənəmizdir bizim. Hər bir dəfə biz qalibimizlə sizlə bir canlı bağlantı edirik və onlara bu hədiyyəni təqdim edirik. Bizim Lena yumuşaq dəstimiz var, yəni ən böyük hədiyyəmizdir bu tiraj üzrə. Biz birazdan onu elan edəndə 2 ədəddir özdə. Elan edəndə sizlə bərabər onlara zəng eləyəcəyik. Onların sevincini duymalıyıq. Paltaryan da pis deyildi, nəysə? Əlbəttə, hər biri pis deyil. Biz onların hər birini ürəkdən təbrik edirik. Bilmirəm, bizi canlı olaraq izləyirlər yoxsa yox. Amma inanın Dilara xanım, onların hər biri sizlə burada ünsiyyət qurmaq, danışmaq istəyirlər. Şanslarımızın sayı çoxdur. Amma birazdan biz o telefon bağlantısını edəcəyik. Ənənəmizə sadıq qalırıq. Artıq paltaryan maşın Beko'da qazanıldı. Təbrik edirik. Kimindirsə sağlıqla işlətsin. İndi isə bir ədəd qabıyan maşın Beko oynanılacaq. Görək onu kim qazanır. Biz təbii ki, bu fürsəti hər bir müştərimiz üçün yaratmışıq. Yetər ki, Oba Marketlər şəbəkəsinə ən yaxın Oba Marketə yaxınlaşıb bir alış-veriş edəsiniz, amma minimum 20 manat dəyərində olmalıdır sizə. Qəbz təqdim olunur və qəbzi mobil tətbiq vasitəsilə skan edib siz lotereyada iştirak etmə şansı qazanırsınız. Görək kimdir növbəti qalibimiz. Kodu ekrandadır, kodunu görürük. Adını isə indi mən elan edəcəm. Həmin izləyicimiz bir ədəd qabıyan maşın Beko bizdən qazanır. Aha, təkrar düşdü adı. Təkrar düşübsə, Səidə xanımın adı düşüb. O qədər şans içində, Səidə xanım həqiqətən də şanslıdır, görürsünüz. İkinci dəfə də adı düşüb, amma biz şəffaflıq naminə, yəni bir müştərimiz bir neçə hədiyyə qazanmasın deyə biz digər müştərilərimiz üçün də fürsət yaradırıq. Yəni, nəzərə alın ki, burada yüz minlərlə şans var və yüz minlərlə şansın içində hər bir müştərimiz qazanmaq istəyir, o sizin haqqınızdır. Bugün qazanmasaz da məyus olmayın. Mən indidən deyim biləsiniz ki, bizim ikinci, üçüncü tirajımız var, məyus olmayın. Ona görə də növbəti şanslımızı elan edirik. Hazırda ekrandadır, qalibimiz var və onun ad soyadını elan edəcəyik. Bir daha deyək. Şəhruz Musazadə, təbrik edirik sizi də. Siz bizdən bir ədəd qabıyan maşın qazandınız. Təbii ki, aparacaqsınız evinizə. Deyəcəksiniz ki, əziz xanımlar, mən bir qabıyan maşın qazanmışam özdə Oba Marketlər şəbəkəsindən. Təbrik edirik, sağlıqla işlədin. İndi isə növbəti hədiyyəmizə keçəcəyik. 3 ədəd televizor LG oynanılacaq. Mən bir daha bizə yeni qoşulan izləyicilərin diqqətinə çatdırım ki, sizdə sual yarana bilər, deyə bilərsiniz ki, biz hər gün elə Oba Marketlər şəbəkəsinə gedirik. Evimizin yanındadır. Mənim də şansım avtomatik olaraq var, yoxsa yox? Təbii ki, bu loteriyada iştirak etmək avtomatik bir proses deyil. Nə baxımdan? Siz minimum 20 manat
dəyərində alış-veriş etməlisiniz ki, bu lotereyada iştirak etmə şansı qazanasınız. Sonra isə sizə təqdim olunan o qəbzi mobil tətbiqdə QR kodunu oxudursunuz. Söhbət ƏDV QR kodundan gedir. Onu oxutmaqla siz lotereyamızın iştirakçısına çevrilə bilərsiniz. QR kod oxunmadığı təqdirdə fiskal kodu oxutmağınız kifayətdir. Mobil tətbiqiniz də yoxdursa, bunu da düşünmüşük. Siz sadəcə veb-sayta daxil olursunuz. Oba Marketlər şəbəkəsinin veb-saytına daxil olursunuz. Orada qonşum qazansın bölümünə keçib, yenidən həmin qəbzi müvafiq xanalarda yerləşdirirsiniz fiskal kodunu və yaxud da ki, orada da skan edərək siz lotereyamızın iştirakçısına çevrilirsiniz. Hər 20 manat bir şans deməkdir. 18 yaş üzərindən hər kəs bizim iştirakçımız ola bilər. Biz indi 3 ədəd televizor LG-ni izləyicilərimizə təqdim edəcəyik. Görək kim qazanır, görək kimdir həmin o 3 nəfər şanslı. Elektron çarxımız hərəkətdədir. Hərəkətdədirsə deməli indi bir ad elan edəcəyik. Görək kimdir. 3 ədəd televizorumuz var LG-də. Birini artıq qazanmaq üzrədir bizim izləyicilərimizdən biri. Kim qazanacaq? Yenidən kodunu görürük ekranda. Görək bu kodun sahibi kimdir? Ad soyadını isə indi elan edirəm. Bizim əməkdaşlarımız da oradadır. Onları da salamlayırıq, uğurlar arzulayırıq. Solmaz xanım Cəfərova, siz televizor qazandınız. LG markalı televizoru bizdən qazandınız. Təbrik edirik. Evinizdə yəqin ki televizor var, amma yeni bir televizor nəyə desəz dəyər. Uğurlar arzulayırıq və növbəti 2 televizorumuzun sahibini axtarırıq. Görək kim olacaq? Kimdir həmin şanslı? Evini oba ilə doldur və lotereyamızda iştirak et. Qonşum qazansın lotereyasında isə hər zaman gözəl fürsətlər olur. Televizor LG növbəti televizorumuz artıq öz sahibinə qovuşdu. Biz sadəcə bu kod üzrə, müvafiq kod üzrə həmin alıcımızın ad soyadını deyəcəyik. Qazaxdan. Vəfa xanım Musayeva, Qazaxdan. Mustafayeva, Vəfa xanım Mustafayeva, təbrik edirik sizi. Siz bizim növbəti LG televizorunu qazandınız. Bir daha özünüz də şahid olursunuz ki, bizim qaliblərimiz müxtəlif regionları, şəhərləri əhatə edirlər. Oba Marketlər şəbəkəsi 1700 filialı ilə Azərbaycanın hər yerində var. Odur ki, gedib rahatlıqla alış-veriş edə bilərsiniz. Növbəti sonuncu televizorumuz görək kimin olacaq? Yenidən hərəkətdədir bizim bu çarxımız. Görək növbəti televizor kimindir? Ardından isə bizim yenə də hədiyyələrimiz var, narahat olmayın. Görək kim qazanacaq? Yenidən biz kodunu görəcəyik ekranda və həmin kodun sahibini isə burada canlı olaraq elan edirik. Siz də öz kodlarınızı təbii ki görə bilərsiniz. Orada sizin mobil tətbiqinizdə və yaxud da ki veb-saytda qeydiyyatdan keçdiyiniz təqdirdə orada sizin kodunuz yaranır və siz bilirsiniz ki qalibsiz yoxsa yox. Aynura xanım Quliyeva. Təbrik Xudiyeva, Aynura xanım Xudiyeva. Təbrik edirik siz Aynura xanım. Aynura xanım Xudiyeva bizdən televizor qazandı. Özdə LG markalı televizor sizindir. Əməkdaşlarımız hədiyyənin təqdim olunması ilə bağlı sizlə əlaqə saxlayacaqlar. Keçirik növbəti hədiyyəmizə. Bizi canlı olaraq xeyli tamaşaçı izləyir sosial şəbəkə bizim ünvanlarımızda və adları çəkəndə bilirəm çoxu həyəcanları, dərhal kodu tapmaq o qədər asan olmaya bilər. Adlar çoxunda eyni ola bilər, amma dəqiq hədiyyəni qazandığınıza əmin olmaq istəyirsinizsə mobil tətbiqdə öz kodunuzu yoxlaya bilərsiniz. Veb-saytda sizin hesabınız var, profiliniz açılır. Ona görə də orada da dəqiq yoxlaya bilərsiniz. Ən dəqiqini isə bizim əməkdaşlarımız sizə deyəcəklər ki, gəlin, bax o gözəl zəng sizə bugün gələcək. Deyəcəklər ki, siz hədiyyə qazanmışsınız Oba Marketlər şəbəkəsindən. Görək növbəti hədiyyəmiz olan bir ədəd soyuducu bekonu kim qazanacaq? Yenidən çarxımız hərəkətdədir. Və prosesin nə qədər şəffaf olduğunu bizim dəyərli müsiflər heyətdə bizlə bərabərdirlər. Onlar da burada izləyirlər. Birazdan onların da dəyərli fikirlərini eşidəcəyik və hazırda bir ədəd soyuducu beko. Görək kimindir. Kodunu ekranda görürük və adını mən elan edəcəm. Kodu dərhal bizim müştərilərimiz yoxlaya bilməyə bilərlər, bu normaldır. Amma adını mən buradan deyəcəm. İmişlidən Səbinə xanım İbişzadə. Biz sizi təbrik edirik. Siz bizdən bir ədəd soyuducu beko qazandınız və sağlıqla işlədin. Hər birinizə uğurlar arzulayırıq. Lotereyamız hələ davam edir. Çünki bizim 2 daha dəyərli hədiyyəmiz var. Lena yumuşaq dəstə sizin ola bilər. Görək ki, bu şansı kim qazanacaq? Dəyərli müsiflər heyətində fikirlərini eşitmək istəyirik. Niyə? Çünki biz xeyli hədiyyələri artıq izləyicilərimizə, alıcılarımıza təqdim etmişik. Dilarə xanım, buyurun. Hədiyyələri udanların adına çox sevinirəm. Udmayanların adına isə üzülmürəm. Çünki onların yenə şansı var. Bundan sonra 2 ay var ki, yenə davamlı alış-veriş eləsinlər 20 manatdan.
aşağı olmamaq şərti ilə. Onsuz da evinizdə o qidaları olduş olsa da, olmasa da alacaqsınız, almalısınız. Və əvəzində də gözəl hədiyyələr, bütün ev əşyaları, gözəl, hər şey saf keçirilir. Təbii ki, qaliblərin sevincinə şərik oluruq. Buradan onların hamısını təbrik eləyirəm. Az sonra onların sevincini eşitmək həsrəti ilə burada oturub o anı gözləyirəm. İnanın onlar da bəlkə də sizdən hazırda bir canlı bağlantı qurmaq Bəli. istəyirlər, danışmaq istəyirlər. Bizim digər müsiflər heyəti ilə də təbii ki. Deyəcəkləriniz varsa buyurun, çünki hər birinizin fikri bizim üçün təşəkkürümü önəmlidir. bildirirəm OBA şirkətlər qrupuna. Çox sağ olsunlar. Çünki insanları düşünürlər. Onlara belə bir sevinç yaşadırlar və bu sevinç paylaşdıqca çoxalır. İnsanların əhval-ruhiyyəsi gözəlləşir. Gözəl enerji yaranır. OBA marketlər şəbəkəsini hamı sevir. Yəni bizim artıq doğma qonşu marketimizdə özdə can yandıran qonşumuzdur. Qonşum qazansın. Digər müsiflər heyətinin də dəyərli fikirləri varsa bizlə bölüşə bilərsiniz. Çünki siz buradasınızsa əminik ki, deyəcəkləriniz var. Buyurun. Çox gözəl keçir bizim loteriyanın hazırki durumu və bütün komanda heyətinə təşəkkürümüzü bildiririk. Mənim əlavəm ondan ibarətdir ki, hansı ki bizim burada qaliblərimiz sırasında bölgələrimizdən olan qaliblərimizin də seçimin olmasıdır və bu onu göstərir ki, OBA artıq bu loteriyası ilə, necə ki öz əzmkarlığı ilə, xidməti ilə seçilir, bölgələrimizdə bu loteriyada səs salır. Bu çox yaxşı bir əlamətdir. Bax, İmişlidən olan oldu, Qazaxdan, Ağdamdan, Goranboydan. Ona görə də hər kəsi də buradan dəvət edirik ki, qazanmayanlar, Dilara xanım da dediyi kimi, hələ şansınız var. 30 oktyabra qədər olan şanslar sizin üçündür. Uğurlar arzu edirik. Təşəkkür edirik. Qaliblərimiz üçündür bu alqışlar, alıcılarımız üçündür bu alqışlar. Uğurlar arzuluruq hər birinizə. Bir daha məlumat olaraq diqqətinizə çatdırırım ki, siz növbəti tirajların da iştirakçısı olmaq istəyirsinizsə, sadəcə OBA marketlər şəbəkəsindən yenidən vurğulayım ki, minimum 20 manat dəyərində alış-veriş etməlisiniz. 21 sentyabr, 10 oktyabr tarixlərində alış-veriş edənlər avtomatik olaraq ikinci tirajımızın iştirakçısına çevriləcəklər. 11 oktyabr, 30 oktyabr tarixlərində alış-veriş edənlər isə üçüncü tirajımızın iştirakçıları olacaqlar. Deyə bilərsiniz ki, görəsən həmin tirajlarda nə hədiyyələr var? İkinci tirajın da hədiyyələrini elan edim. 2 ədəd boş ət çəkən, 2 ədəd mətbəx robotu Qareniya, 1 ədəd baltar yuyan maşın Beko, 1 ədəd qab yuyan maşın Beko, 3 ədəd televizor LG, 1 ədəd soyuducu Beko və 2 ədəd Toskana qonaq dəsti sizin ola bilər. Üçüncü tirajda sizin nələri gözləyir? 2 ədəd robot tost soran, xanımların çoxunun sevdiyi bir robot tost sorandır. 5 ədəd Fritas Tefal Easy Fry Grill Ultra. Həmçinin 3 ədəd iPad və bununla yanaşı 2 ədəd iPhone 16 və 2 ədəd Euphoria yataq dəsti sizin ola bilər. Bu fürsəti qaçırmaq istəmirsinizsə, onda minimum 20 manat dəyərində alış-veriş etməyiniz və qəbzləri müvafiq hissələrə yerləşdirməyiniz kifayətdir. Söhbət OBA marketlər şəbəkəsinin mobil tətbiqindən və veb saytından gedir. 18 yaş üzərindənsə hər kəs bu loteriyada iştirak edib bizim şanslarımızdan birinə çevrilə bilər. Biz hazırda əsas 2 hədiyyəmizə keçəcəyik. 2 ədəd Lena yumuşaq dəsti. Görək kimin olacaq? Biz həmin qaliblərimizlə əlaqə də saxlamağa çalışacağıq. Odur ki, bizi izləyirsinizsə və yaxud da ki, bizim loteriyamızın iştirakçısınızsa, telefonlarınızı açıq saxlayın. Birazdan sizin hər birinizə bir zəng gələ bilər. 2 nəfər şanslı qazanacaq bu hədiyyəmizi. Biz elektron çarxımızı yenidən hərəkətə gətiririk. Görək kimdir həmin şanslımız. Adınızın burada elan olunduğunu görsəz, dərhal telefonunuza baxın. Niyə? Çünki birazdan Dilara xanımla sizlə canlı olaraq əlaqə saxlayacağıq. Görək sizin sevinciniz nə həddə çatır. Niyə? Çünki siz sadəcə alış-veriş etmişdiniz və üzərində hələ loteriyada iştirak etmə şansı qazanmışsınız və bugün də hədiyyələr sizə təqdim olunmaqdadır. Artıq qalibimiz var. Bir nəfər yenə yumuşaq dəstini qazanır. Ad soyadını buradan elan edəcəyik. Akstafadan. Ləman xanım Məmmədova. Ləman xanım, biz sizə təbrik edirik və bizi izləyirsinizsə, bizi eşidirsinizsə, Akstafadan Ləman xanımla söhbət gedir. Telefonunuzu açıq saxlayın. Açıq saxlayın ki, biz sizlə əlaqə yarada bilək. Dilara xanım özü şəxsən sizi təbrik edəcək. Əgər bizi izləyirsinizsə və yaxud ola bilər, işiniz var, bizi izləmirsiniz, sadəcə o telefon zəngi vasitəsilə hədiyyə qazandığınızın şahidi olacaqsınız. Bundan gözəl nə ola bilər ki, bir sabah açılır, gün ortadır, gözəl bir gündür. Sizə zəng gəlir ki, hədiyyə qazanmısan, xahiş edirəm, gəl hədiyyəni bizdən götür. Yetər ki, bütün xahişlər belə olsun. Növbəti hədiyyəmizi, növbəti Lena yumuşaq dəstini görək kim qazanacaq.
Yenidən çarxımızı biz hərəkətə gətirəcəyik, ardından isə həmin qaliblərimizlə əlaqə yaratmağa çalışacağıq. Biz xahiş edirik ki, telefonlarınızı açıq saxlayasınız ki, sizin sevincinizi, sizin o emosiyalarınızı, hisslərinizi burada canlı olaraq duyaq, eşidək, digər tamaşaçılar da bunun şahidi olsunlar. Artıq növbəti hədiyyəmizin də sahibi yavaş-yavaş bəlli olur. Var artıq qalibimiz. Müvafiq kod üzrə qalibimiz görək kimdir? Hardan qazanıb bu hədiyyəni? Samux rayonundan, bir daha təkrarlayaq. Samux rayonundan Lamiyə xanım Həsənova. Biz sizi təbrik edirik. Siz bizim növbəti Lena Yumuşaq dəstini qazanmışsınız. Uğurlar arzulayırıq. Sağlıqla işlədin. Evinizdə həm gözəl məhsullar alırsınız, ərzaq alırsınız və bununla yanaşı həm də gözəl hədiyyələri qazanmaq fürsətini sizə Oba Marketlər şəbəkəsi yaradır. Dilara xanım, ənənəmizə sadiq qalaqmı? Sizdən bir ricamız olacaq. Xahiş edirik ki, yanımıza gələsiniz. Burada biz hər kəsin gözü qarşısında iki qalibimizə zəng etməyə çalışacağıq. Görək onlar bizim zənglərimizə cavab verəcəklər yoxsa yox. Dilara xanım, bizim birinci tirajımız yavaş-yavaş yekunlaşmaq üzrədir. Sizin təəssüratlarınız bizim üçün maraqlıdır. Niyə? Çünki bundan öncəki lotereyalarda da siz o qalibləri elan etmişsiniz, zəng etmişsiniz. Sonradan sizi şəhərdə görüb nəsə deməyiblər ki? Yəni rastlaşmısınız həmin qaliblərlə? Yox, onlar maşın nəsə qabağıma çıxmayıb, açıq. Təbrik eləyirəm. Doğrudan da hədiyyə almaq, hədiyyə verməkdən gözəl hiss yoxdur. İnsan birinə hədiyyə seçərkən o həyəcanını yaşayır. Sonra onu verəndə o insanın sevincindən nə qədər sənə pay düşür. Bir insanın ürəyini, könlünü sevindirirsən. O ki qala insanlar gözləmədikləri anda birdən-birə onun evinə lazım olan, həyata əhəmiyyət daşıyan, qab yuyan, paltar yuyan, toz soran, yumşaq mebel. Bu nə deməkdir? Bir evin bəzənməsi deməkdir, bir evə komfortun gəlməsi deməkdir. Biraz da belə deyək də, göydən düşmə hədiyyələr, daha çox ani olan hədiyyələr daha çox gözəl olur. Bu baxımdan Oba Marketlər şəbəkəsinin atdığı addımın əvəzi yoxdur. Onlara bütün müştərilər adından öz təşəkkürümü bildirirəm ki, hər zaman öz müştərisini gözlənilmədən, anidən sevindirir belə kampaniyalar keçirməklə. Bir ilin içərisində bu qədər önəmli kampaniyalar keçirib müştərilərini sevindirmək, mənə elə gəlir ki, bunu yalnız və yalnız elə Oba Marketlər şəbəkəsi. Heç bir şey. Aha. Ah, nə gözəl, nə gözəl. Ləman xanım, xoş gördük sizi. Görün kim var burada? Kim sizi salamlayır? Ləman xanım, salam. Kameraya da göstərək Dilara xanım. Ləman xanım, salam. Nə gözəlsiz Ləman xanım. Maşallah, maşallah. Əsl Azərbaycan qızı. Qara qaş, qara göz. Evdə necədir vəziyyət? Nə var, nə yox? Hər şey varmı? Var, var. Mənim sizə bir xoş xəbərim var. Birdən deyim, yoxsa yumşaq-yumşaq deyim? Birdən desəm, bilmirəm nə tər olar. Oturmağa yumşaq mebel var. Birdən desəm, oturacaq yer var. Aha. Həyəcanı, emosiyanı bərabər. Məncə də. Aha. Deməli belə. Aha. Deməli belə. Əzizim Ləman xanım, siz Oba Marketlər şəbəkəsinin alış-veriş eləmişdiniz, düzdür? Hə. Və ən nəhayət, çox uzatmadan, xoş xəbərim odur ki, siz yumşaq mebel dəsti qazandınız. Siz sağ olun, qəşəng-qəşəng rahat oturarsınız, söhbət eləyərsiniz, amma badə nə badə qeybət eləyəsiniz orada. Nə maraqlı, bu səmimiyyət. Bacım, özümdən müğayyət o. Qaynananıza çoxlu salam, dualar, sevgilərimi çatdırın. Qaynana ilə bir yerdə yaşayırsınız, eləmi? Bu ancaq mənim başıma gələ bilər. İnşallah ki, görüntüləri itirək, qaynananız görməz. Siz gələndə cehiz gətirmişdiniz. Qaynananız bəyəndi mi? Voy, nəsə sən sözdə adam oxşayırsan. Mən deyirəm bir dənə oturaq. Bir bu hədiyyə qeyd eləmək lazımdır.
Sizə o divanda oturub şirin-şirin qaynananızla söhbət etməyi, məhəbbət etməyi arzulayıram. İnşallah ki, o divanda bunlar baş tutar. Öpürəm, təbrik eləyirəm. Sağ olun əzizim, sağ olun, sağ olun, sağ olun. Təbrik edirik və biz bir qalibimizlə canlı bağlantı qurduq. Sevincli idi həqiqətən də Ləman xanım. Ürəyi də dolu idi Dilara xanım. Bir savab iş gördünüz əslində. O dialoqu qurmaqla mən düşünürəm. Növbəti şansımızla isə yenidən əlaqəsi. Hər vaxtınız xeyir olsun. Xoş gördük. Siz deyəsən iş başındasınız. Sizlə burada bizim dəyərli bir xanım var. O danışmaq istəyir. Mən əminəm ki, Lamiyə xanım siz onu tanıyırsınız. Salam. Ay, salam. Necəsiz? Siz işdəsiz deyəsən, bunun səsini qaldıraq mı? İşdəsiz. Harda işləyirsiniz? Tibb başçısısınız. Ay, nə gözəl, nə gözəl. Lamiyə xanım, Oba Marketlər şəbəkəsindən alış-veriş eləmişdiniz? Nə gözəl. Samux rayonuna buradan çoxlu salamlarımızı, sevgilərimizi çatdırırıq əzizim. Və mənim sizə bu görüntülü zəngim sizə nəsə belə xəbər verirmi, nəsə belə pıçıldayırmı, nədən şübhələnirsiniz? Bəli. Məndən yalnız xoş xəbərlər. Can, çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm ki, Oba Marketlər şəbəkəsi bu fürsəti, bu sevinci yaşatmağı məhz mənə həvalə eləyib. Beləliklə, hazır olun. Lamiyə xanım, Oba Marketlər şəbəkəsindən alış-veriş etdiniz və əvəzində yumşaq dəst, mebel dəsti qazandınız. Biz də sizin sevincinizə şərik oluruq. Çox sevindik. Ehtiyacınız var idi mi belə bir dəstə? Ay can, ay nə gözəl oldu. Çox sevindim, çox sevindim. O evdə, o mebeldə bir ömür boyu xoşbəxt olun, gözəl günlər keçirin, qonaqlıqlar eləyin, məclislər olsun. Öpürəm sizi, can sağlığı ilə işlədin. Sağ olun. Həmişə belə xoş, sevincli xəbərlər alın. Allah sizdən də razı olsun, tibb başçısısınız, insanlara şəfa verirsiniz. Öpürəm sizi, bağrıma basıram, təbrik eləyirəm. Sağ olun, sağ olun. Təbrik edirik hər bir izləyicimizi, uğurlar arzulayırıq onlara və iki izləyicimiz də, yəni yumuşaq mebel dəsti qazan izləyicilərimizlə Dilara xanım şəxsən canlı olaraq bir ünsiyyət saxladı, onları təbrik elədi. Biz hər birinizi ürəkdən təbrik edirik. Elə Dilara xanımla bərabər biz birinci tirajımızı artıq yavaş-yavaş yekunlaşdırırıq. Dəyərli müsiflər heyətinə çox sağ ol deyirik, çox sağ olun ki, zaman ayırdınız, bizlə bərabər oldunuz və prosesin nə qədər şəffaf olduğunun özünüz də canlı şahid oldunuz. Dilara xanım, sizin elə o xoş enerjinizlə, gülər simanızla biz Oba Marketlər şəbəkəsinin birinci tirajında artıq yekunlaşdırırıq işimizi. Növbəti tirajlarda yenidən görüşəcəyik. Fürsəti qaçırmayın. 21 sentyabr, 10 oktyabr tarixlərində alış-veriş edin ki, ikinci tirajın iştirakçısına çevriləsiniz və ya orada da alınmasa 11 oktyabr, 30 oktyabr tarixlərində alış-veriş edin ki, üçüncü tirajımızın qaliblərindən məhz biri də siz olun. Təbrik edirik, uğurlar arzulayırıq və bugünlük bu qədər. Növbəti tirajımızda görüşmək ümidi ilə. Sağ olun.